kadının yoldaşına sağ olduğum təqdirdə ikincisiyle evlenmeyeceksen diyerek şart koyması caizdir mi? Tabii ki bu şart batıl şarttır. Allah Azze ve Celle kişiye bu hüququ vermiştir. Kadın da deyir ki, yox, bu hüququ mən səndən özüm alacağım. Ne ixtiyarla? Allah Azze ve Celle valideynlər övladına Allah'a şərik qoşma və asiliyi əmr edəndə asi olmağı əmr etmiştir. Hətta valideynlərə. Valideynlər ən şərəfli itaat olunan kəslərdirlər Rasulullah'tan sonra. Bununla beraber Allah Azze ve Celle onlara asi olmağı əmr etdi. O şeydə ki, onlar Allah'a qarşı gəlirlər. Allah'a qarşı gəlirlər şirkdə və isyanda. Söz valideyn deyir ki, cümə namazına getməyəcəksən. Gedəcəksən. Gizli də olsa gedəcəksən. Valideyn deyir ki, namaz qılma qalacaqsan. Deyir ki, ac qalırsan, nə bilim, xəstələnərsən, oruç tutma. Hallıq vermirəm. Qoy vermirsən hallıq, oruç tutacaqsan namazında. Valideynin hüququ deyil bu. Allah'ın haqlarıdır. Belə təqdirdə zövcə əlaqsız, yəni ixtiyarı yoxdur. Allah Azze ve Celle'nin hüquqlarını tapdırmağa. Allah kişiyə demiştir ki, evlənsin. وَاِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا فِي الْيَتَامَى فَانكِحُوا مَا طَابَ لَكُم مِنَ النِّسَاءِ مَثْنَى وَثُلَاثَ وَرُبَاعَ وَاِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا فَوَاحِدَةً اَوْ مَا مَلَكَتْ اَيْمَانُكُمْ Nisa suresinde açıq şəkildə ayətdə 2, 3, 4 Əgər ədalətli olmasından qorxacaqsınızsa, o zaman biri kifayət edər. Bu da Allah Subhanahu nəsihətidir, vəsiyyətidir. Əgər yox, ədaləti saxlayacaqsa, haqları qoruyacaqsa, ədalət burada nəzərdə tutulmur qadının qısqancılığı. Onsuz da qadın qısqana duracaq ölənə kimi. Aydındır. Ədalət burada nəzərdə tutulur ki, yəni bunu aldığını ona da alacaqsan. Bunun yurdu, onun da yurdu olacaq. Bunu uşağını oxutacaqsan, bunu da oxutacaqsan. Hətta sevgi məsələsində əhv olunur. Birini çox sevirlərsən qəlbində. Ancaq bunu bəyan eləməyəcəksən. Bunu göstərməyəcəksin ki, bundan ötürü ölürsən, öbürsünü də saymırsan. Olmaz bu. Aydın necə? Və bu qadının bu şərtlər qoyması, təbii ki, belə qadınlar əsla iman etməmişlər, kamil iman. Kamil iman sahibi belə söz demir, belə şərtləri qoymur. Həqiqi möminə qadın Allahdan qorxur. Və Allah Subhanahu Taala'nı qəzəbləndirən və onun şəriətinin tam əksi olan əhkamlar özündən qorub, onları inir, əmr etmir. Kamil möminə qadın odur ki, Allah və Rasuluna iman etmiş və Allahın indindən gələn hər bir şeyi haqq olaraq qəbul etmişdir. Allah Azze ve Celle deyir ki, فَانْكِحُوا مَا طَابَ لَكُمْ Evləniniz, sənə xoşdursa. 2, 3, 4, sən də deyirsən olmaz. Hallıq vermirəm. Nə hallıq? Hansı hallıq? Hansı haqq? Və hədisdə də gəlib ki, Allahın kitabında olmayan bütün şərtlər batildir. Hədis səhihdir. Təbii ki, burada bir dənə məsələ vardır. Qadın bu məsələ istiğab etməlidir, yəni onu dərk eləməlidir. Ola bilsin ki, qadın bu məsələ hələ idrak eləmir, imanı zəifdir. Bunun dindən olmasını dərk eləmir. Aydın necə? Üstünə getməyəcəksən, nəsihət edəcəksən, öyrədəcəksən, tərbiyə edəcəksən. Onu düzgün əqidə üzərində yetişdirəndən sonra özü sən evləndirəcək, narahat olma. Lazım olsa özü sən üçün axtaracaq. Hədə və sallallahu aleyhi və səlləm Muhammedin və alə alihi və sahbihi.